Hər vaxtınız xeyir. Bugün sizinlə yeni bir seriyaya başlayırıq. Bu seriyada biz öyrənəcəyik. Windows'umuz, yəni Windows'umuzda edə biləcəyimiz ayarlar, eyni formada Windows'umuzun funksiyaları. Bununla yanaşı biz Office proqramları, yəni Word və Excel-imizi, əsasən də Excel-imizi daha dərindən öyrənməyə başlayacağıq. Syllabusumuz təqribən bu formada olacaq. Windows ekranımızda, yəni əməliyyat sistemimizin ekranında, monitorunda işləmək, fayllar, qovluqlar yaratmaq, eyni formada bu faylları və qovluqları redaktə etmək, silmək, kopyalamaq, kəsmək, bunları əhatə edəcək. Amma ki, Office proqramımıza biraz daha dərindən yanaşarsaq, Office proqramlarımızda Word-dən başlayacaq, Word-ün müəyyən əsas funksiyalarından danışıb, daha sonra əsas məsələmiz olan Excel-ə keçəcəyik. Başlayaq. İndi kanalımızda bunu izləyən Office proqramları və ya daha sadə dildə desək, kompüterdən məlumatı olanlar da var, olmayanlar da var. Ona görə hər iki izləyicinin başa düşəcəyi formada izah etməyə çalışacağam. İlk əvvəl başlayalım biz belə deyək ki, hər birimizin qarşılaşdığı bu ekrandan. Bu ekranımız nədir? Ekranımız əslində 3 hissəyə bölünüb. 3 hissəyə bölünməni belə izah edirik. İlk hissəmiz bizim masa üstümüz, yəni desktopumuz. Burada yerləşir bizim bir növ dosyalarımız, resmimiz, eyni formada digər proqramlarımız, əlbəttə sizin əlavə etməyiniz. Aşağı zolaqda, baxın bu hissədə yerləşir bizim taskbarımız. Yəni bu hissənin ismi taskbardır. Bir növ idarəetmə paneli kimi düşünə bilərsiniz. Taskbarın daxilində yerləşir bizim start menümüz, eyni formada pinlədiyimiz, sabitlədiyimiz dosyalar, yəni proqramlar və ya aktiv olan digər proqramlar. Eyni formada bizim sağ hissəmizdə, taskbarın sağ hissəsində yerləşir bizim daha qısa əlverişli ayarlarımız. Deməli, dedik ki, bizim ekranımız 3 hissəyə bölündü. Biri desktopdur, bu hissə. Digəri bizim taskbarımızdır, aşağıdakı zolaq, yəni idarəetmə paneli kimi düşünə bilərsiniz. Digəri isə bizim start menümüzdür. Üzərində dayandıqda zaten adından da məlum olur. Start menüsündə isə bizim artıq başlanğıc proqramlarımız və ya sadə dildə desək, bütün proqramlarımız görsənir. Artıq hansı proqramı başlatmaq istərsəm, həmin proqramın üzərində toxunmağım kifayət edəcək. İndi baxalım ki, biz ekranımızda, yəni Windows əməliyyat sisteminin bizə verdiyi qrafik arayüzdə biz hansı parametrləri, hansı düzənləmələri apara bilirik. İlk əvvəl ən sadə dildə başlasaq, bizim mouseumuzda iki hissəcik var. Biri sol tərəfdə olan sol hissəcik, biri sağ hissəcik. Yaxşı, bəs bunlar nədir? Hər birinin özünə ayrı, özünə aid xüsusiyyətləri var. Misal üçün, ən sadə formada başlasaq. Mouseumuzda olan sol hissəcik. Gəlib həmin sol hissəciyə hər hansı bir faylın, proqramın və ya hər hansı bir dosyanın üzərində toxunsaq. Misal üçün, deyək ki, burada new folder qovluğumuz var və mən gəlib bu qovluğun üzərində mouse'un sol hissəciyinə toxunuram. Sol hissəciyinə toxunduqda görürük ki, həmin proqramın, qovluğun və ya dosyanın arxasına belə bir pərdə yaranır. Bu pərdə bizə göstərir ki, bu qovluq və ya proqram avtomatik olaraq seçilib. Yəni bizim edəcəyimiz hər hansı bir funksiya bu proqrama aid olunacaqdır. Amma boş ekranımızda, yəni proqram və ya dosyalarımızın olmadığı ekranda mən sol hissəciyə toxunarsam heç bir reaksiya verməyəcək. Eyni formada gəlirəm hər hansı proqram və ya dosyanın üzərində sağ düyməyə toxunarsam, baxın, avtomatik olaraq həmin proqram və ya dosyanın parametrləri açılır. Yəni biz bu dosya və ya proqramın üzərində hansı funksiyaları yerinə yetirə bilərik. Yaxşı, bəs mən boş ekranda toxunarsam nə olacaq? Boş ekranda toxunarsam artıq desktopun parametrləri açılacaq. Bu o mənaya gəlir ki, bizim desktopumuz hansı hissə idi? Bizim desktopumuz bu hissə idi. Yəni burada olan hər biri proqramı əhatə edəcək ayarlardır. Toxunsam sağ düymə ilk hissədə View, Short by, eyni formada Refresh bölmələrini görür. Zaten İngiliscə sadə sözlər olduqlarına görə başa düşmə ehtimalımız yüksək. Baxırıq, ilk hissədə görüntü ayarlarımız var. Görüntü ayarlarının yanında kiçik 4 simgə görülür. Əlbəttə ki, bunlar bizim ikonlarımızı göstərir. İkonlar nədir? Bunların görüntüsü. Sağ düyməni vurdum, görüntü bölməsinə gəldim. Baxın, sadə formada izah edir. Böyük ikonlarımız, orta ölçülü ikonlarımız və kiçik ikonlarımız. Yəni bu nə deməkdir? Əgər ki, mən bu parametrə toxunarsam, avtomatik olaraq bütün ikonlarımız böyüyəcək. Sağ parametrlə yenidən aktiv etdim. Gəlib misal üçün small edərsəm, avtomatik olaraq hamısı kiçiləcək. Eyni formada, baxın,
bizə sağ tərəfdə belə bir parametrlər verib, kombinasiyalar verib. Yəni biz bu kombinasiyalardan istifadə edərək bu ayarları bu bölməni açmadan da edə bilərik. Yəni ki, misal üçün biz gəlib klaviaturamızdan Ctrl Shift 2 toxunsaq orta ölçülü olacaq. Və ya orada qeyd olunmayan misal üçün Ctrl Shift 1 toxunsaq daha böyük ölçüdə olacaq və ya Ctrl Shift 4 toxunsaq daha kiçik olacaq. Biz Ctrl Shift 3 ilə medium formasına saxlayırıq. Sağ düyməyə toxundum, gəldim. Aşağı hissədə belə bir parametrimiz var. Yaxşı, bəs bu parametr nədir? Baxırıq ki, deaktivdir, yəni yanında ox işarəsi yoxdur. Parametri aktiv olmazdan əvvəl gəlib proqramlarına baxırıq. Deyirik ki, proqramlarımızı yan-bayan saxladıqda, baxın, hər birinin özünə uyğun olaraq sərhədləri var. Yəni, bu proqram digərinin sərhədinə girmir, daxil olmur. Gəlirik ekranımızda. Yenidən sağ düyməyə toxunuram, görüntü ayarlarımızı açıram və aşağıda bu iki parametri görürəm. Baxın, hər ikisi aktivdir. Bu parametrlər nə deməkdir? Bizim ən çox qarşılaşdığımız problemlərdən biri də masa üstümüzün səliqəsizliyidir. Yəni, bu nə deməkdir? Bizim dosyalarımız hal-hazırda baxın olmayacaq. Yəni, gətirib mən mərkəzə qoya bilmirəm və ya bu proqramı gətirib hər hansı bir yerə yerləşdirə bilmirəm. Bunun problemi nədir? Görüntülərdən biz bunu aktiv etmişik. Deaktiv edirəm, artıq istədiyim nöqtəyə gətirib yerləşdirə bilərəm. Əlbəttə ki, gəlib bunu yenidən aktiv edərsəm, bütün proqramlarımın sol ekranına, yəni ekranımın sol tərəfinə uyğun olaraq yerləşdiriləcək. Bunlar yerləşdirildi. Gəldim görüntü ayarlarımıza, ardınca bunu deaktiv edirəm ki, proqramların yerlərini dəyişə bilim. Burada belə bir sərhəd ikonumuz var. Sərhəd ikonu da, hətta mən bunu bu formada göstərim. Hər bir dosyamızın və ya proqramımızın müəyyən bir sərhədləri var. Yəni, bu nə deməkdir? Baxın, bunun sərhədi yanında, arxa planda görsənən bulanıq işarə ilə göstərilir. Yəni, mən bunu digərinin yanına yaxınlaşdıra bilmirəm. Yaxınlaşdırdıqda avtomatik olaraq ikisi də bir-birinin sərhədlərini tanıyır və uzaqlaşırlar. Daxil oluram buradan. Bunu əgər mən deaktiv edərsəm, artıq proqramların bir-birinin üstündə görünə bilər. Baxın, hər birinin sərhədi pozuldu. Bu da ekranımızda böyük qarşılığa səbəb ola bilər. Gəlirəm, bunu deaktiv edirəm, hər birinin öz sərhədi olsun və hər birini sol tərəfə uyğun olaraq yerləşdirirəm. Digər parametrimiz nədir? İkonlarımızın, yəni proqram və ya dosyalarımızın görünür və ya gizli olması. Toxunsam, baxın, heç biri artıq görünmür. Misal üçün, siz hər hansı bir görüşmədəsiniz, ekranınızı paylaşmaq lazım olur, amma ekranınızdakı dosyalardan digərləri tərəfindən görünmək istəmirsinizsə, funksiyadan istifadə edə bilərsiniz. Ardınca gəldim. Aşağıda baxın, sırala, mənası sırala, düzənlə kimi tərcümə olunur. Məntiqən baxsaq, name, size tiplərinə görə və tarixlərinə uyğun olaraq parametrlərini verilir. Adlarına görə sıralamaq nədir? Yəni, adlarındakı hərflərə uyğun olaraq sıralayır. A-dan Z-yə doğru. Amma belə bir məsələlər var ki, yəni hətta deyək ki, belə bir istisnaları var ki, əgər dosyanın adı rəqəmlə başlayarsa, o mütləq hərflərdən əvvəl gəlir. Yəni 3 ilə başlayan dosya adı B ilə başlayan dosya adından daha əvvəldə gəlir. Yəni 3 birinci gəlir, daha sonra ABC, A, B, C gəlir. Və RESP-imiz qaydalara tabe olmur. Ya ən əvvəldə, ya da ən sonda yerləşdirilir. Gəldim sıralama. Size, yəni ölçüsünə görə ən böyükdən ən kiçiyə, ən kiçikdən ən böyük. Yəni dosyaların tutumuna görə. Tiplərinə görə nədir bəs? Yəni bu formada izah edə bilərəm. Misal üçün, əgər bizim ekranımızda çox saylı dosyalar varsa, onları bizim üçün səliqəli formatlara salır. Yəni Excel dosyalarını bir hissədə yığır, Word dosyalarını bir hissədə yığır, folderləri bir hissədə yığır, bənzər proqramları bir hissədə. Və gəldik tarix mövzusuna. Tarix mövzusu nədir bəs? Yaradılma tarixlərinə və dəyişiklik edilmə tarixlərinə görə sıralayır. Misal üçün, biz əgər ki, dünən bir dosya yaratmışıqsa, ardınca bugün bir dosya yaradırıqsa, dünən yaradılan dosya birinci yaradılmış dosya adlanır. Bugün yaradılan ikinci yaradılmış dosya adlanır. Yox, əgər biz gedib dünən yaradılan dosyanın üzərində bugün yaradılan dosyadan sonra düzəliş ediriksə, avtomatik olaraq bugün yaradılan dosya dünən yaradılan dosyadan daha yeni sayılır. Yəni düzəliş etdiyimiz belə deyək, mövzunda itirməyək.
Sadəcə yaradılış tarixinə baxsaq, tarixə uyğun olaraq ən tez yaradılan ən gənc sayılır. Aşağı hissəmizdə bizim refreshimiz var. Bəs refreshimiz nədir? Refresh bəzən olur ki, bizim Windows'umuzda, ekranımızda, yəni ekranımız demişdik 3 hissədən ibarətdir. Desktopumuzda, taskbarımızda, startımızda bəzən gecikmələr olur. Proses yerinə yetirilsə də, misal üçün bəzən olur ki, biz buradan dosyanı silirik, amma dosya silinsə belə ekranımızda hələ də görünməyə davam edir. Bu o deməkdir ki, artıq kiçik də olsa xəta baş verir və biz refresh yenilənmə verərək bunu bərpa edə bilərik. Bəlkə də əvvəllər xatırlayarsınız. Əvvəllər bu kompüterlərdə F5 və ya FNF5 idi. FNF5 bunu əvəz edirdi. Yenidən gəlirəm monitorumuzda, yəni desktopumuzda sağ düyməyə toxunuram və parametrlərimiz yenidən açılır. Yəni desktopun parametrləri yenidən açılır. Hələ ki bu hissələrinə ehtiyacımız yoxdur. Gəlib new hissəsindən danışırıq. New nə deməkdir? Yəni yeni. Biz gəlib artıq desktopumuzda müəyyən faylları, qısa yollar və ya folderləri yarada bilərik. Biz ilk əvvəl başlayacağıq hər bir şeyi folderlərin üzərində misal göstərə başlayacağıq. İlk əvvəl folderimi yaratdım və avtomatik olaraq görürəm ki, sol hissədə folderimi yarandı. Niyə solda yarandı? Çünki biz ayarları açıq qoymuşduq. Gəlib bu parametri bağlayıram və dosyanın qovluğumu gətirib mərkəzdə yerləşdirirəm. Biz dosyanı yaratdıqsa, deməli bu dosyanın üzərində müəyyən parametrlər yerinə yetirilə bilərik. Yəni biz bu dosyanın adını dəyişə, görüntüsünü dəyişə, eyni formada dosyanı silə bilərik. Gəlin bir-bir parametrlərə başlayaq. İlk əvvəl başlayağın üzərində dəyişikliklər aparmaq. İlk əvvəl kompüteri bilənlərin biraz daha belə deyək ki, aşina olduğu mövzu var. Hər kəs gəlir burada adını dəyişdirmək üçün ad hissəsinə sol düymə ilə 2 dəfə toxunur. Səhv toxundum. Sol düymə ilə 2 dəfə toxunur və ad dəyişmə bölməsi aktiv olur. Əlbəttə ki, bunu bacara bilməyənlər, yəni edə bilməyənlər də var. Bunun üçün ən yaxşı yollarımızdan bəzilərini sizin üçün sadalayacağam. İlk əvvəl biz dedik ki, hər hansı dosyanın və ya klassların üzərində sağ düyməni vurduqda, mouse'un sağ hissəciyini vurduqda bizim parametrlər bölməmiz açılır. Yoxlayıram, sağ düyməyə toxundum və baxın, avtomatik olaraq belə bir parametrlər açıldı. Yəni biz bu qovluğun üzərində bu parametrləri yerinə yetirə bilərik. Gəlin başlayalım buradan. Deməli, rename, yəni yenidən adlandırmaq. Avtomatik olaraq görürəm ki, rename F2 yazır. Əgər mən rename-ə toxunsam, görürəm ki, belə bir formada adın yenidən adlandıra bilərəm. İstədiyim adı yaza bilərəmmi? Əslində bəli yaza bilərəm, amma çox kiçik, az sayda istisnalarımız var. İstisnalarımızdan biri bu işarələrdən heç birisini istifadə edə bilmərəm. Çünki bunlar özəl işarələrdir. Yəni bizim CMD-mizdə, kompüterin yad datasında bu işarələrdən istifadə olunur. Və biz maraqlı olsa da John yaza bilmirik ekranımıza. Baxın, icazə verilmir bu xüsusi olaraq. Amma digər istədiyimiz hər bir şeyi yaza bilərik. Üzərində sağ düyməni vururam, baxın, rename bölməsi yenidən adlandır. Baxıram, burada F2 parametrini yazıb. Yəni ki, mən dosyanı mouse'un sol hissəci ilə seçdikdən sonra, baxın, dosya seçilib. Daha sonra kompüterimdə F2-yə toxunarsam, bunun ad dəyişimi parametri aktiv olacaq. Amma bu da kompüterdən kompüter dəyişir. Bəzilərində F2 sadə formada işləyir. Misal üçün, mənimkində yoxlayalım. Baxın, mənimkində sadəcə ekran parlaqlığını azaltdı. O zaman F2-miz dosyanın üzərində çalışmadısa, klaviaturamızın aşağı hissəsində kontrolun sağında F-in adında bir belə deyək, butonumuz, düyməmiz var. Əgər F2 işləmirsə, F-in F2 vuraraq avtomatik olaraq bu funksiyanı aktiv edə bilərəm. Gəlib yenidən adlandırıram. Misal üçün deyək ki, yeni bir başlanğıc dosyamız olsun, adı bu formada oldu. Bəs başqa hansı parametrlərini dəyişə bilərəm? Üzərində sağ düyməni vurdum. Baxın burada. Aşağıda xüsusiyyətlər bölməsi var. Xüsusiyyətlərini açıldı. Burada zaten adını dəyişə bilirik. Və buradan location-ı göstərir ki, harada yerləşir. Adını dəyişib, misal üçün bunu 1 yazıram. Buradan OK vurarsam avtomatik təsdiqlənəcək. Və ya üzərində sağ düyməni vuranda xüsusiyyətlərin yanında Alt Enter kombinasiyasını görürəm. Yəni mən dosyanı seçdikdən sonra klaviaturamda Altı vurub saxlayıb daha sonra Enter'e toxunsam, bu bölmə yenidən açılacaq.
O zaman bir daha yenidən danışaq. Dedik ki, biz adının üzərində 2 dəfə toxunaraq bunu aktiv edə bilərik və ya üzərində sağ düyməni toxunub rename edə bilərik və ya F2 və ya Fn2 edə bilərik və ya üzərində Alt Enter kombinasiyasından istifadə edə bilərik və ya üzərində sağ düyməyə toxunub buradan xüsusiyyətlər bölməsinə daxil olub dəyişə bilərik adını. OK vurmaq yaddan çıxmasın. Yəni bir dosyanın adını dəyişmək üçün bu qədər yollarımız var. İndi gəlin, dosyanın biz yaratmağı bildik, adını dəyişməyi bildik. Deməli, biz bu dosyanı yaratmışıqsa, bu dosyanı biz silə də bilərik. Dosyanı silmək üçün biz istifadə edirik. Yenə fərqli funksiyalarımız var, hətta gəlin bunları mən sizin üçün bir-bir sıralayım. Dosyanı seçdim, üzərində mouse'un sağ düyməsində vurdum və baxın, sağ tərəfdə delete bölməsi var. Delete zaten bilinir ki, eyni formada bu qutu işarəsində bilinir ki, bu silmək demək. Mən toxunsam, dosya silinəcək. Silinən bütün dosyalar düşür bizim RESP'imizə. Avtomatik sonra bunu geri qaytarmaq olar. Amma deyək ki, biz başqa formalarda silmək istəyirik. Sağ düyməni vurduq, buradan delete silə bilərik və ya dosyanı seçdikdən sonra klaviaturamızda sağ tərəfdə yuxarıda delete belə deyib düyməsi var, hissəsi var. Həmin delete-ə toxunarsam yenə də silinəcəkdir. Yaxşı, bəs biz hansı formada silə bilərik ki, bu bizim üçün RESP-nə düşməsin, yəni birbaşa silinsin. Əgər dosyanın faylı eyni formada digər dosya növlərində birbaşa silmək istəyirsinizsə, yəni RESP-nə düşmədən, RESP-nə daxil olmadan silmək istəyirsinizsə, dosyanı seçdikdən sonra Shift Delete kombinasiyasından istifadə etməlisiniz. Shift Delete vurduqda bax, bizə burada belə bir xəbərdarlıq verir ki, siz dosyanı silmək istəyirsinizmi, istəmirsinizmi? Yes vursam, bu RESP-nə artıq düşmədi. Birbaşa bizim SSD-imizdən, yəni yaddaşımızdan silindi. Desktopumuzun parametrlərini danışdıq. İndi isə gələyim biz taskbarda ən çox hansı parametrlərdən istifadə edirik? Taskbarda qarşılaşdığımız ən böyük çətinlik nədir? Biz bura necə proqramları əlavə edərik? Taskbarımızda proqramları əlavə etmək üçün biz əvvəlcə startımızı aktiv edirik. Burada istədiyimiz proqramı deyin, dosyanı deyin, klasör deyin, hər hansı bir ikonumuzu tapırıq. Misal üçün, mən kalkulyator istəyirəm ki, mənim taskbarımda bu hissədə görünsün. Üzərinə gəldim, sağ düyməni açıram. Sağ düymə bizdə nə edirdi? Parametrləri aktiv edirdi. Parametrlərini aktiv etdim və baxın, burada ətraflı bölməsi var. Ətraflı bölməsində pin to task var, yəni taskbara pinlər avtomatik olaraq əlavə olunur. Və ya burada istənilən formada adın yazdıqdan sonra, misal üçün, deyin ki, Excel-imizi biz əlavə etmək istəyirik bu hissəyə. Gəldi, üzərində sağ düyməni vurub parametrlərini aktiv edirəm və pin to taskbar toxunaraq avtomatik buraya əlavə etdim. Əlbəttə ki, burada yerlərini dəyişdirə bilərsiniz. Eyni formada buradan çıxara bilərsiniz, yəni bunları deaktiv edə bilərsiniz. Üzərinə gəlib sağ düyməyə toxunduq. Sağ düyməyə toxunandan sonra unpin edə bilərik, yəni pinləməni deaktiv et. Pinləməni deaktiv etdikdə buradan çıxacaq zaten. Və biz hər hansı bir proqramımızı taskbara pinlədikdə belə bir funksiyana qarşılaşırıq. Yenidən göstərirəm, Excel-in üzərində misal göstərim. Sağ düyməyə toxundum. Baxın, biri var pin to task var, biri də var pin to start. Biri starta sabitləyir, biri taskbara sabitləyir. Yaxşı, bəs startımız haradır? Dedik ki, desktop bu hissədir, bu aşağısı taskbardır. Bizim startımız isə buradır. Baxın, bu hissə. Burada olan bütün proqramlar hamısı starta sabitlənib. Misal üçün, burada baxın, Excel yoxdur. Mən gəlib Excel-i axtarıram, pin to start edirəm və bu mənim start bölməmə sabitləndi. Baxıram, burada görməsəm də, burada ikinci hissədə görürəm ki, Excel buradadır. Eyni formada buradakı proqramları düzənləmək istəsəm, misal üçün settings-i buradan qaldırmaq istəsəm, gəlib unpin edə bilərəm. Deməli, bugün biz danışdıq desktopumuz, taskbarımız və eyni formada startımız haqqında. Ümumi giriş parametrlərindən, giriş funksiyalarından bəhs etdik və bu video çox uzun olmasın deyə sonlandırıram. Artıq gələn dərsimizdə file explorer və settings haqqında danışıb, daha sonra ofis proqramlarımıza keçid edəcəyik.